xeyir xanımlar və bəylər. Bugün Güvənli Sabahda icbari tibbi sığorta ilə cərrahi əməliyyatlardan danışırıq. Təyin olunmuş əməliyyat qeyd olunan tibb müəssisələrində icra olunmursa, bu zaman xəstələrə icbari tibbi sığorta ilə müqaviləli 158 özəl tibb müəssisəsindən xəstənin istəyi ilə hər hansı birinə göndəriş verilir. Ümumiyyətlə, icbari tibbi sığorta start veriləndən Azərbaycan səhiyyəsində bir inqilab baş vermişdir. Avadanlıqların keyfiyyəti, müasirliyi günü-gündən artırılır ki, biz bu belə deyim, vacib olan əməliyyatları icra edə bilək və vətəndaşlar da bundan faydalana bilsin. İcbari tibbi sığortanın tətbiqindən sonra da təşkil olunmuş proyektlərlə mənim kimi bir çox həkimlər də hansı ki, xaricdə, Almaniyada, Türkiyədə təhsil alıbdır, onlar vətənə dəvət olundu. İcbari tibbi sığortanın nümayəndəsi Ruhiyyə Nəsirova ilə cərrahi əməliyyatlar barədə danışırıq. Xoş gördük. Nə cür cərrahi əməliyyatlar var? Əməliyyatlar icra olunma tezliyinə görə planlı, təcili və təxirə salınmaz əməliyyat növlərinə ayrılır. Planlı cərrahi əməliyyatın icra olunması üçün xəstələr təbin tabeliyində olan dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir. İxtisaslı həkim müayinəsi və laborator instrumental müayinələr, ehtiyac olarsa funksional diaqnostik müayinələri keçdikdən sonra diaqnoz dəqiqləşir və xəstənin əgər əməliyyata tibbi göstəriş olarsa, xəstələr təbin tabeliyində olan tibb müəssisələrinə və ya müvafiq elmi tədqiqat institutuna göndərişlə əməliyyat üçün göndərilir və əməliyyatın xidmətin sonrakı etapı bu müəssisələrdə davam etdirilir. Qeyd olunan tibb müəssisələrində digər üzr istəyirəm. Bayaq dediyiniz təcili və təxirə salınmaz əməliyyatlar arasında fərq nədən ibarətdir? Təcili əməliyyatlarda əməliyyatların icra olması, müayinənin aparılması üçün müəyyən qədər vaxt olur. Təxirə salınmaz əməliyyatlarda isə demək olar ki, çox az vaxt ərzində əməliyyat icra olunmalıdır. Məsəl üçün təcili tibbi yardım tərəfdən giriş olanda və insan çox pis özünü hiss edəndə həmən də alınır. Bəli, həmən də. Yəni, Aha. məsəl üçün arterial qanaxmalar, profuz qanaxmalar, bunlar müayinə olunmadan dərhal cərrahi əməliyyata götürülür. Aydındır. Müraciət edən xəstələr istər təcili, istərsə də planlı qaydada müraciət edirlər, neyrocərrahi problemi olan xəstələr. Bunlardan təcili olan xəstələr istər beyin travmaları olsun, spinal travmaları olsun, bizə çox müraciətlər olur və buna uyğun da biz müraciət olunan xəstələrə biz öz yardımımızı edirik, yüksək səviyyədə yardım edirik. Eyni zamanda təkcə travmalar deyil, həm də beyin qan dövran pozulmaları, kəskin pozulmaları, hemorrajik insultlarla da bu xəstəxanaya çoxlu müraciətlər olur və demək olar ki, şəhərdə olan xəstələr bu xəstəxanaya yerləşdirilir və biz tərəfimizdən reanimatoloqlarla birlikdə buna yardım edirik. Cərrahi əməliyyatlar ehtiyac olanları cərrahi əməliyyat icra olunur. Bu müalicədə qeyd edeyim ki, bunlar icbari tibbi sığorta tərəfindən qarşılanılır, ödənilir və bu da vətəndaşların məmnun qalmağına da çox böyük müsbət təsiri var. Əməliyyatın bütün mərhələləri icbari tibbi sığorta tərəfindən qarşılanır. Məsəl üçün, müayinə, əməliyyatın özü, ondan sonra xəstəxanada qalmaq, elədirmi? Əməliyyata göstəriş müəyyən olunduqdan sonra xəstə müvafiq tibb müəssisəsinə yönləndirilir. Bəs planlı əməliyyat necə həyata keçirilir və nə cür təyin olunur? Planlı cərrahi əməliyyatlara tibbi göstərişi müəyyən etmək üçün xəstə təbin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya 9 elmi tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edir. İxtisaslı həkim müayinəsi, laborator instrumental müayinələrdən, ehtiyac olarsa funksional diaqnostik müayinələrdən keçdikdən sonra tibbi göstəriş olarsa əməliyyata xəstə təmin tabeliyində olan tibb müəssisələrinə və ya müvafiq elmi tədqiqat institutuna göndərilir. Təyin olunmuş əməliyyat qeyd olunan tibb müəssisələrində icra olunmursa, bu zaman xəstələrə icbari tibbi sığorta ilə müqaviləli 158
özəl tibb müəssisəsinə göndəriş verilir. 158 özəl tibb müəssisəsindən xəstənin istəyi ilə hər hansı birinə göndəriş verilir və göndəriş təsdiqləndikdən sonra xəstənin əməliyyatı həmin tibb müəssisəsində icra olunur. İndi bunu bir də dəqiqləşdirək ki, əgər dövlət müəssisəsində icbari tibbi sığortanın tabeliyində olan xəstəxanada yoxdursa, yəni bu cür əməliyyatlar özələ göndərilir, amma özəldə də yenə də icbari tibbi sığorta qarşılayır və təbii ki, xəstənin heç bir xərci çıxmır, düzdürmü? Bəli, özəl tibb müəssisəsinə göndəriş verildikdən sonra xəstə öz seçiminə uyğun özəl tibb müəssisəsinə yaxınlaşır və burada xəstəyə tibbi göstərici olan əməliyyat icra olunur. Ödənişsiz. Ödənişsiz icra olunur. Hansı çox önəmli cərrahi əməliyyatlar icra edilir? İcbari tibbi sığortanın xidmətlər zərfi 2023-cü ilin avqust ayında yenilənmiş və optimallaşdırılmışdır. Bu siyahıda neyrocərrahi, travmatoloji, kardiovaskulyar, orqan transplantasiya kimi həyati vacib və yüksək dəyərli tibbi xidmətlər, bəzi uroloji, ginekoloji, otorinolaringoloji, oftalmoloji əməliyyatlar da öz əksini tapır. İndi biz burada sadalayırıq, məsəl üçün neyrocərrahiyyədən danışırıq, ginekologiyadan danışırıq, amma əslində bütün cərrahi əməliyyatlar icra olunur, düzdürmü? Hansı cərrahi müdaxilə lazımsa hamısı? Xidmətlər zərfi ilə təminata alınmış cərrahi xidmətlər istər dövlət tibb müəssisələrində, istər elmi tədqiqat institutlarında, istərsə də özəl tibb müəssisələrində yalnız xidmətlər zərfi ilə təminata alınmış xidmətlər ödənişsiz olaraq həyata keçirilir. İcbari tibbi sığorta xəstəni necə götürür və harda təhvil verir? Analizləri verməkdən başlayırmı və sonradan xəstəxanada yatandan da sonra, daha doğrusu əməliyyat icra ediləndən sonra xəstəxanada yatmağı da müşahidə edirmi? İcbari tibbi sığorta ilə xidmətlər zərfi ilə təminata alınmış cərrahi əməliyyatda göstərici olarsa, xəstənin deməli göstəriş müəyyən olunduqdan sonra, yəni bura sizin dediyiniz kimi ilkin yoxlama, ixtisaslı həkim müayinəsi, laborator diaqnostik müayinələr daxildir və əməliyyat vaxtı istifadə olunan tibbi sərf, dərman ləvazimatları, eləcə də əməliyyatdan sonraki dövr icbari tibbi sığorta tərəfindən qarşılanır. Hətta mən bilən xəstəxanada qaldığı dövrdə yemək də onun içində daxildir, düzdürmü? Bəli. Xəstəxanada qaldığı dövrdə qidalanma və 12 yaşa qədər uşaqları müşahidə edən yaxınlarının qidalanması da icbari tibbi sığortanın xidmətlər zərfi ilə tam təminata alınmışdır. Uzun müddət hesab olunurdu ki, birinci icbari tibbi sığortaya müraciət edəndə poliklinikaya getmək lazımdır və yaxud da ki, yerli xəstəxanaya oradan artıq göndəriş veriləcək. İndi deyəsən nəsə dəyişilib və məsəl üçün hər hansı bir regionumuzdan Bakıya müalicə üçün gələ bilərlər və yaxud da ki, Bakıdan kimsə Gəncədədir, Lənkəranımızdadır, orada xəstəxanaya müraciət eləyirmi və oradakı məsələni də icbari tibbi sığorta qarşılayırmı? Bəli, bütün Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqəsi ilə istənilən rayon və ya şəhərlərdə qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilərlər. Salam, bu dəfə xidmətlər zərfi rubrikasında icbari tibbi sığorta ilə təminata alınan mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsindən, yəni gastroskopiyadan danışacağıq. Ürək bulanma, qusma, iştahsızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra tez doyma və qarnın yuxarı hissəsində ağrılar, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq sisteminin qanaxması gastroskopiya üçün göstəriş hesab olunur. Gastroskopiya xüsusi endoskopik avadanlıqdan istifadə etməklə aparılır. Gastroskop adlanan cihaz ağızdan qida borusuna, oradan mədəyə, oradan da 12 barmaq bağırsağa qədər aparılır. Gastroskopiya qida borusu, mədə və 12 barmaq bağırsağın seyitlik inşasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə imkan verir. Qeyd edim ki, digər diaqnostik instrumental müayinələr bu qədər dəqiq təsvir verə bilmir. Planlı gastroskopiya müayinəsi isə qida borusu, mədə və 12 barmaq bağırsağın xroniki xəstəlikləri zamanı həyata keçirilir. Qeyd edim ki, müayinədən öncə mədə boş olmalıdır. Müayinədən 6-12 saat əvvəl qida və maye qəbuluna icazə verilmir. Müayinələr yerli və ümumi anesteziya ilə həyata keçirilir. Yerli anesteziya ilə müayinə 4-5 dəqiqə, ümumi anesteziya ilə isə, yəni sedasiya ilə 35-40 dəqiqə davam edir. Qeyd edim ki, bu müayinədən sonra pasientlər normal həyat fəaliyyətinə davam edə bilərlər.
Qeyd edilən müayinələrin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı istifadə edilən anesteziya icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də icbari tibbi sığorta təminatına daxildir. Qeyd edilən müayinələrdən ixtisaslı həkim göstərişinə əsasən təbib tabeli tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarında və agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində keçmək mümkündür. Xidmətlər zərfində yer alan bu və digər xidmətlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün agentliyin its.gov.az saytına daxil ola bilər və ya 1542 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, 1542 çağrı mərkəzinə edilən zənglər tamamilə ödənişsizdir. Özünüzdən və sağlamlığınızdan müğayət olun. Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımovla biz bugün cərrahi müdaxilədən danışırıq. Xoş gördük, doktor. Xoş gününüz olsun. Bu xəstəxana Sumqayıt Tibb Mərkəzi yeni təmirdən çıxıb. Bir ildir deyəsən. Bəli. Yeniliklər varmı? Əlbəttə, ümumilikdə Sumqayıt 2 saylı şəhər xəstəxanasını Sumqayıtın yeni klinikası adlandırırıq. Çünki həm yenidir, həm avadanlıq və əməliyyatlar cəhətcə Sumqayıtın bütün rekonstruktiv cərrahi əməliyyatları, ağır əməliyyatlar həcmcə məhz bu xəstəxanada olur və son zamanlarda, son aylar ərzində də endoprotez əməliyyatlarının startı məhz bu xəstəxanada başlayıb. Bununla yanaşı, bütün dünyada məşhur olan day surgery, bir günlük cərrahi xidməti də biz 2 saylı şəhər xəstəxanasında start vermişik. Nədir o? Bu, bir gün ərzində xəstənin əməliyyat olunub, sutkası günü tamam olmadan həmin gündə evə yazılmasıdır. Bir sıra əməliyyatlar, qarın boşluğu əməliyyatları həmin bu bir günlük cərrahiyyə ilə icra olunur hal-hazırda burada. Amma ümumilikdə götürəndə isə son aylar ərzində öd yolları mədə-altı vəz cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, oynaq daxili keçirilən əməliyyatlar 2 şəhər xəstəxanasında Sumqayıt əhalisinin, nəinki Sumqayıt əhalisinin, Azərbaycan vətəndaşlarının xidmətinə çatdırılır cərrahi xidmət. Mən bilən təkcə Sumqayıt deyil, siz dediyiniz kimi ətraf regionlardan da xəstələr gəlir. Hardan gəlirlər, hardan qəbul edirsiniz? Sumqayıtın belə deyək, coğrafi yerləşiminə əsasən və kadr bacarıqlarının yüksək olmasına görə Sumqayıt ətrafında, əsasən Azərbaycanımızın şimal zonasından vətəndaşlar Sumqayıt şəhərinə bu cərrahi xidmətləri almaqdan ötəri icbari tibbi sığorta çərçivəsində bu xidmətlərin daha əlçatan olduğu üçün rahat müraciət edə bilirlər və o xidmətləri bizim şəhərdə ala bilirlər. İcbari tibbi sığortanın tətbiqindən sonra da təşkil olunmuş proyektlərlə mənim kimi bir çox həkimlər də hansı ki, xaricdə, Almaniyada, Türkiyədə təhsil alıbdır. Onlar vətənə dəvət olundu və bu şəraitdə fəaliyyətə başladıq. Əslində, məsələn, mən sırf Sumqayıt haqqında desəm, Sumqayıtda uşaq cərrahiyyəsinin bir təməli olmuşdur zamanında. İllərlə belə bir cərrahi işlər görülmüşdü. Amma bu boyutda, bu səviyyədə, bu böyüklükdə cərrahi işlər artıq son bir il yarım ərzində olmağa başladı. Daha çox, məsələn, biz gəldiyimizdə açıq cərrahi daha çoxdur, amma bizə tələblər qoyuldu və bu tələblərlə biz qapalı cərrahi, yəni laparoskopik cərrahi, minimal invaziv dediyimiz cərrahi prosedurları başladıq, artırdıq daha çox uşaqlar üzərində. Ən böyük üstünlüklərdən biri buydu. Ondan sonra yeni doğulmuşlar üzərində, yəni çox kiçik kilolu, 1 kilo və daha kiçik kilolu uşaqlar üzərində çox ciddi, çox mürəkkəb cərrahi əməliyyatlar icra etməyə başladıq. Yeni doğulmuşlar üzərində ciddi anomaliyalar və ya iləri yaş qruplarında olan uşaqlarda olan ciddi anomaliyalar hansı ki zamanında burada icra edilmirdi, hamısını icra etməyə başlamışıq yavaş-yavaş və bundan başqa endoskopik cərrahi, endoskopik urologiya, bu tipli yeni modern cərrahi yöntəmləri tətbiq etməyə başladıq və uşaq cərrahiyyəsində günlük həyatımızda rast gəlinən, daha çox rast gəlinən cərrahi əməliyyatların demək olar ki, hamısını icbari tibbi sığorta qarşılayır.
Yəni çox nadir xəstəliklər, əməliyyatlar olar ki, ödənişli şəkildə icra edilir, amma genəldə bütün əməliyyatlar daha çox sığortanın qarşıladığı şərtlərdən icra olunur pulsuz şəkildə. Bütün əməliyyatlar ödənişsizdir, icbari tibbi sığorta ilə də. İcbari tibbi sığorta çərçivəsində, xidmətlər zərfi çərçivəsində göstərilən bütün əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır. Yəni belə deyək, vətəndaşlar üçün aydın olsun deyə ödənişsizdir və nəinki əməliyyatlar, hətta əməliyyatlardan sonra həmin o xəstələrin xəstəliklərinin təqibi də, onların təkrari müayinələri də hamısı icbari tibbi sığorta çərçivəsindədir. Dərmanlar da həmçinin. Təbii ki, ümumiyyətlə icbari tibbi sığorta start veriləndən Azərbaycan səhiyyəsində bir inqilab baş vermişdir. Azərbaycan vətəndaşının tibbi xidmətə əlçatanlığı, dərman preparatlarından təmin olunması, əməliyyatların müasir protokollara əsasən icra olunması, bununla bağlı bizim cərrahlarımız günü-gündən özlərinə işləyirlər. İnkişaf etmiş ölkələrdə, seminarlarda, təlimlərdə olurlar. Avadanlıqların keyfiyyəti, müasirliyi günü-gündən artırılır ki, biz bu belə deyim, vacib olan əməliyyatları icra edə bilək və vətəndaşlar da bundan faydalana bilsinlər. Elə olurmu ki, buradan başqa özəl xəstəxanaya göndərirsiz, məsəl üçün cərrahi əməliyyat üçün? İcbari tibbi sığorta çərçivəsində olan, lakin dövlət müəssisəsində xidmət mümkün olmadıqda, müqavilə əsasında icbari tibbi sığorta ilə çalışan özəl müəssisələrə göndərişlərimiz mümkündür. Əsasən də hal-hazırda invaziv kardiologiya ilə bağlı və ya cərrahi əməliyyatların sırf ürək cərrahiyyəsinə bağlı olan sahələrində biz onlara göndəriş verə bilirik. Amma Sumqayıt şəhər cərrahiyyəsində hal-hazırda qarın boşluğu cərrahiyyəsi, travmatologiya və ortopediya, göz cərrahiyyəsi, neyrocərrahiyyə, urologiya, bunlar hamısı çox belə deyim, inkişaf etmiş səviyyədədir və cərrahlarımız tərəfindən də vətəndaşlarımıza xidmətlər göstərilir. Ən intensiv işləyən şöbəniz hansıdır? Hal-hazırda ən intensiv çalışan ümumi cərrahiyyə və bizim oftalmologiya şöbəmizdir. Çünki bildiyiniz kimi son zamanlar təmirlə əlaqədar olaraq şəhər cərrahiyyəsində göz cərrahiyyəsi bir qədər dayanmışdı, amma Cənab Prezidentin bu şəhərdə bu yeni binanın açılışından sonra və icbari tibbi sığorta xidmətləri çərçivəsində təbibin, yəni bizim təqdim etdiyimiz xidmətlərdə vətəndaşlarımız çox geniş istifadə edirlər. Əsasən də diabetik retinopatiyalarda, katarakt əməliyyatlarında, eləcə də ümumi cərrahiyyəni desək, qarın boşluğu, damar əməliyyatları, ən çox müraciət bu sahələrədir. İcbari tibbi sığortanın xidmətlər zərfinə bütün göz müayinələri və göz əməliyyatları daxildir. Və o icbari tibbi sığorta çərçivəsində biz bu xidmətləri tam ödənişsiz xəstələrə təqdim edirik. Əslində bu çox yaxşı bir tərəfi var. Çünki xəstə xəstəxanaya ödənişsiz olduğuna görə daha tez-tez müraciət edir. Tez müraciətində bəzi gizli gedən xəstəlikləri biz aşkar edirik və xəstələri maarifləndiririk. Buna görə də bəzi xəstəliklərin qabağını almış oluruq. Əməliyyatlar da həmçinin xidmətlər zərfinə daxildir. İcbari tibbi sığortanın xidmətlər zərfinə katarakta, el arasında mirvari suyu xəstəliyi də daxildir. Bu xəstəliyi əməliyyatla icra edirik və təchizatı da Amerikan linzalarla mümkündür. Elə ən çətin, ən bahalı əməliyyatlar icbari tibbi sığortası hesabına hazırda bəli, həm invaziv əməliyyatlarda, həm belə deyək, ortopedik, biz bayaq dedik, endoprotez əməliyyatlarından bağlı olaraq ortada müəyyən bir fasilə verdik. Ən müasir sterilizasiya qurğuları quraşdırıldı. Bilirsiniz də, o əməliyyatların icra olunması üçün xüsusi protokollar var, xüsusi şərtlər var və təbib buna nəzarət edir ki, HEPA filtrlərdir, kimyəvi, bioloji indikatorların yerində olmasıdır ki, sterilizasiya maksimum olsun ki, yaraların irilənməsi olmasın. Bilirsiniz, bir endoprotezin özünün qiyməti kifayət qədər bahadır. O takıldıqdan sonra, onun iriləyəndən sonra, yerindən çıxarılandan sonra onun belə deyim, xərci daha baha başa gəlir deyə bütün addımlar həm residivin olmamasına ötəri yönəldiyinə görə ən son müasir sterilizasiya avadanlıqları da, indikatorları da quraşdırılıb və əməliyyatlar da burada icra olunacaq. Təşəkkür edirəm doktor. 1542 rubrikamız
daqiqamız var. Baxın, görün ki, bu xidmət sizə nələr verəcək. Qaynar xətti və qaynar xəttə sizin zənglərinizi peşəkar həkimlər cavablandırır, istədiyiniz yerə sizi yönəldir, məsləhətini hətta verir və ona görə də zəng vurun. Çünki 7-24 işləyir, istənilən provayderdən də ödənişsiz zənglərdir. Təzyiqim yüksək olur. Həkim müayinəsi və dərmanlar üçün icbari tibbi sığortadan istifadə edə bilərəmmi? Səhhətinizdə yaranan problemlə bağlı təbib tabeli dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirinin tabeliyində olan 9 Elmi Tədqiqat İnstitutunun birinə ixtisaslı həkim müayinəsi üçün müraciət edə bilərsiniz. İxtisaslı həkim tərəfindən təyin olunan xidmətlər zərfinə daxil olan xidmətdən icbari tibbi sığorta hesabına yararlanmaq mümkündür. Qeyd etmək istərdim ki, ixtisaslı həkim tərəfindən stasionar terapevtik yatış göstəriş olarsa, müalicə zamanı təyin olunan dərman preparatları sığorta tərəfindən qarşılanır. Həkimin resepti əsasında ambulator müalicə üçün təyin olunan dərman preparatları sığorta təminatına daxil deyil. Mingəçevirdə yaşayıb işləyirəm. Bakıda icbari tibbi sığorta ilə əməliyyat oluna bilərəm. Vətəndaş Mingəçevir şəhər mərkəzi xəstəxanası və həmin ərazi üzrə tibbi ərazi bölmələri daxilində olan dövlət tibb müəssisələrində göstərilə bilməyən xidmət üçün göndəriş vərəqəsi ilə Bakı şəhərində yerləşən tibbi ərazi bölmələri daxilində olan dövlət tibb müəssisəsinə müraciət edə bilər. Eyni zamanda şəxsiyyət vəsiqəsi ilə istənilən Bakı şəhərində yerləşən təbib tabeli dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirinin tabeliyində olan 9 Elmi Tədqiqat İnstitutlarının birinə ixtisaslı həkim müayinəsi üçün müraciət edə bilər. İxtisaslı həkim tərəfindən təyin olunan xidmətlər zərfinə daxil olan xidmətdən icbari tibbi sığorta hesabına yararlanmaq mümkündür. İcbari tibbi sığorta haqqında danışanda vətəndaşlarımız sual verir. Nə hansı xidmətləri əldə edə bilərəm? Elə ona görə də maarifləndirici çarxımızı təqdim edirik. Xidmətlər zərfi icbari tibbi sığorta ilə təminata alınan, vətəndaşların ödənişsiz əsaslarla yararlana biləcəyi tibbi xidmətlərin toplusudur. Vətəndaşlarımız onlara lazım olan tibbi xidmətin icbari tibbi sığorta ilə təminata alınıb-alınmadığını saytımızda mövcud olan elektron axtarış sistemi vasitəsilə yoxlaya bilərlər. Tibbi xidmətlər agentliyin its.gov.az rəsmi saytının əsas səhifəsində 8 kateqoriya üzrə qruplaşdırılıb. Xidməti daxil olduğu kateqoriyadan axtarmaq olar. Axtarılan xidmətin hansı kateqoriyada yer aldığına əmin olmadıqda, xidmətlər zərfi bölməsinə keçid etmək və açar sözü axtarış xanasına daxil etmək kifayətdir. Axtarış sistemi avtomatik olaraq həmin sözün daxil olduğu bütün tibbi xidmətlərin siyahısını təqdim edəcək. Nəzərə alınmalıdır ki, xidmətlər zərfindəki tibbi xidmətlər müəyyən xəstəliklərlə əlaqəli olsa da, onların adında axtarılan sözə rast gəlinməyə bilər. Məsələn, ürək-damar sistemi xəstəliklərinin müalicəsi üzrə çox sayda tibbi xidmətlər mövcuddur ki, onların adlarında ürək sözü yoxdur. Misal üçün, tək koronar arteriyanın koronar şuntlama əməliyyatı. Buna görə sizə lazım olan tibbi xidmətin adını dəqiqliklə öyrənməyiniz tövsiyə olunur. Sistem sizə tibbi xidmətin xidmətlər zərfində mövcudluğu ilə yanaşı, onun növünü və xidmətin dəyərini təqdim edir. Nəzərinizə çatdıraq ki, siyahıda xidmətlərin qarşısında qeyd olunan məbləğlər göstərilən tibbi xidmət müqabilində agentlik tərəfindən tibb müəssisəsinə ödənilir. Vətəndaşlar üçün siyahıda qeyd olunan tibbi xidmətlər tamamilə ödənişsizdir. Xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, xidmətlərdə tarif dəyişikliyi, siyahıda mövcud olan yanlışlıq və digər məsələlərlə bağlı müraciətiniz olduğu halda müvafiq keçiddən bizə bildirməyinizi xahiş edirik. Əlavə suallarınız yarandığı halda saytın onlayn chat bölməsindən yazaraq və ya 1542 çağrı mərkəzinə zəng edərək bizimlə əlaqə yarada bilərsiniz. İcbari tibbi sığorta vətəndaşımızı sağaldır, onu sağlamlığına qovuşdurur. Ona görə də həftənin birinci günü 10:30-da Güvənli Sabahı hökmən izləyin. Güvənli Sabah layihəsi icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin sifarişi ilə Sabah Media tərəfindən hazırlanıb.